Bugün biz hidrogenə bənzər atomlar üçün Schrödinger tənliyi mövzusunu müzakirə edəcəyik. Bu tənliyin həllinə baxacağıq. İlk öncə qeyd edək ki, hidrogenə bənzər atomlar nədir? Bir elektrondan və bir nüvədən ibarət olan sistemlərdir. Buna misal olaraq litium ionunu, helium ionunu göstərmək olar. Hidrogenə bənzər atomların elektrostatik sahədə hərəkət etdiyini nəzərə alsaq, biz Schrödinger tənliyini bu elektronlar üçün ala bilərik. Burada psi dalğa funksiyasını, Y tam enerjini, H saxım mutan operatorunu göstərir. Bu deyilənləri nəzərə almaqla biz Descartes koordinat sistemində hidrogenə bənzər atomlar üçün Schrödinger tənliyini almış oluruq. Və onu da qeyd edək ki, Schrödinger tənliyin həllini tapmaq, dalğa funksiyasını tapmaq deməkdir. Bu tənliyi Descartes koordinat sistemlərində həll etmək müəyyən çətinliklər yaradır. Məhz buna görə də biz bu tənliyin həllinə sferik koordinatlarda baxacağıq. Burada sferik koordinatlar və Descartes koordinat sistemi arasındakı əlaqələr göstərilmişdir. Bu əlaqələri bir tənliyində nəzərə aldıqda biz bu tənliyi əldə etmiş oluruq. Bu hidrogenə bənzər atomlar üçün sferik koordinat sistemlərində Schrödinger tənliyidir. İndi isə biz bu tənliyi həll etməyə çalışaq. Psi dalğa funksiyasını 3 həddin hasili şəklində göstərə bilərik. Burada R radial hissə, P və F isə bucaqlardan asılı sferik hissədir. Schrödinger tənliyini bu hasili nəzərə alaq. Bu zaman biz iki formulasını əldə etmiş oluruq. Burada psi dalğa funksiyası yerinə sadəcə bu hasili qoymuş olduq. İndi isə bu iki tənliyini bu hasilə bölüb L kvadrat sinüs kvadrat teta dəyişəninə vursaq, biz 3 tənliyini almış oluruq. Bu tənliyi həll etmək üçün dəyişənlərə ayırma metodundan istifadə etmək məqsədə uyğundur. Bu metoda görə tənliyin hər bir tərəfini eyni bir sabitə bərabər göstərmək olar. Bu deyilənləri nəzərə aldıqda biz 4 formulasını əldə etmiş oluruq. Bu formular ikinci tərtib diferensial tənlikdir və həlli bu şəkildə axtarılır. Burada A normallaşdırıcı qrup, Y eksponensial hissəsiz kompleks hissəsidir. Bu tənliyi həll etdikdə biz 5 formulasını alırıq və beləliklə F bucağından asılı olan həlli almış olduq. İndi isə müəyyən riyazi hesablamalar apararaq teta və R dəyişənindən asılı olan hissəni tapaq. Bu tənliyi həll etməklə biz R və teta dəyişənindən asılı olan hissəni tapacağıq. Bu R və tetaya görə ikinci tərtib diferensial tənlikdir və bunu teta dəyişəninə görə həll etmək üçün biz riyaziyyatdan bizə məlum olan Legendre polinomlarından istifadə edəcəyik. Burada K-yə görə cəmi yuxarı sərhədi tam ədədlər olmalıdır. Bu onu göstərir ki, əgər biz bu nisbəti 2-də 1 almışıqsa, onda cəmi yuxarı sərhədi 0-dır. Yox, əgər biz 2-də 3 almışıqsa, bu zaman cəmi yuxarı sərhədi 1 olduğunu göstərir. Beləliklə, biz bucaqlardan asılı olan sferik hissəni almış olduq. Biz bunu ümumi şəkildə belə yaza bilərik. İndi isə R dəyişənindən ibarət olan radial hissəni almağa çalışaq. Bunun üçün biz Lager polinomundan istifadə etməliyik. Burada R Lager polinomunu, A0 isə atomun radiusunu göstərir və 0,5 angstremə bərabərdir. İndi isə indekslərdə biz rastlaşdırılmış N, L, M ədədlərinə baxaq. Bunlar kvant ədədlərdir. N baş kvant ədədi, L orbital kvant ədədi, M isə maqnit kvant ədədi adlanır. N sıfırdan müsbət sonsuzluğa kimi dəyişir və o enerjinin saxlanma qanununa əsasən ödənir. Və burada baş kvant ədədi elektron buludunun ölçüsünü müəyyənləşdirir. L orbital kvant ədədi 0n-1 aralığında dəyişir və impuls momentinin saxlanma qanununun şərtini ödəyir və elektron buludunun formasını müəyyənləşdirir. M maqnit kvant ədədi mənfi L müsbət L aralığında dəyişir və M və 2L+1 sayda qiymətlər alır və M impuls momentinin proyeksiyasını müəyyənləşdirir. Elektron buludunun istiqamətlə maqnit kvant ədədinə əsasən təyin olunur. Bütün biz bu deyilənləri nəzərə aldıqdan sonra psi dalğa funksiyasını tapmış oluruq. Və beləliklə biz əvvəldə göstərdiyimiz kimi hasilə əsasən bu şəkildə həll almış oluruq. Bu, hidrogenə bənzər atomlar üçün sferik koordinatlarda Schrödinger tənliyinin ümumi həllidir. Diqqətinizə görə təşəkkür edirəm.